Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini elan edib. Yeni Sabah az məlumat verir ki, bu haqda iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib. O əlavə edib ki, fiskal qurum vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri 5 bankında 32 gün müddətinə 7,4% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. Nazirlik 2 həftə əvvəl 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda 3 ay müddətinə 7,21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi. Bəs büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir? Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki son aylar depozit faizlərində kəskin artımlar müşahidə edilirdi. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər. Hətta bu fiskal məqsəd olmasa da belə son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirə layiqdir. Bununla yanaşı bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır, deputat qeyd edib.